Teoristik həyat təqdim edir. Əslində bir insan gün ərzində 60 mindən çox düşüncə düşünür və düşüncələr duyğuları yaradır. Duyğular bizim necə hiss edəcəyimizi qərar verir və düşüncə və duyğuların birləşməsi bizim seçimlərimizə yansıyır. Və beləliklə bizim nəticəmiz şuur altında olan 97% ki, bizim həyatımıza nəzarət edən düşüncələrin və düşüncələrin nəticəsi olan duyğuların nəticəsi olur. Bütün həyatımız və həyatımızdakı seçimlərimiz. Bu 60 min düşüncənin sadəcə 3%-ni biz istəyərəkdən seçirik və qərar veririk. Yəni biz insanları başqa canlılardan fərqləndirən ön beyin hissəsi ilə və əslində düşüncələrimizin, duyğularımızın və nəticə etibarilə həyatımızın baş pilotu bizim əvəzimizdən özü istədiyi qərarları alır. Biz istəmədən bizim ön beynimizin, yəni logikamızın təsiri olmadan özü öz qərarlarını alır, amma bizim üçün alır o qərarları. Və yalnız öz iç dünyası ilə bağlı fərqindəliyini artırmış insanlar bu 60 min düşüncənin hansının şuur altından, yəni öz iradəsindən kənar gəldiyini və hansının şuurlu öz qərarı, logikası ilə, ön beyin ilə verdiyi qərar olduğunu ayırd edə bilir. Yalnız və yalnız yüksək fərqindəlik inkişaf etdirilmiş insanlar buna nail ola bilirlər. Və yalnız bu cür insanlar həyatlarının sükanlarının arxasına özləri keçirlər, şuur altını onların həyatına müdaxilə etməsinə izin vermirlər və həyatlarında möcüzəvi dəyişimlərə nail olurlar. Və unutma, Tanrı bizi yaradanda bizi başqa canlılardan düşünmə və yaratma gücü ilə fərqləndirdi. Və təbii ki, seçim etmə, yəni özgür iradə ilə həyatımızın necə olacağına qərar verməni insanların öz seçiminə buraxıb başqa canlılardan fərqli olaraq. Və əgər biz bizə verilmiş sadəcə təbii ehtiyaclarımızı ödəmək və 0-6 yaş arası ətrafımızın bizə seçdiyi kodlarla həyatımızı davam eləmək yolunu seçiriksə, biz Allahın bizə verdiyi ən böyük möcüzə olan seçim, iradə və öz həyatımızı düşüncə gücümüzlə və yaradıcı gücümüzlə həyatımızı istədiyimiz kimi qurmaq və yaşamaq şansını əldən vermiş oluruq. Hər cümə bənzəri videoları izləmək üçün kanala abunə olmağı və bəyənməyi unutmayın.